Newcastle Barcelona. Newcastle Mənə elə Barcelona. gəlir ki, bax, bütün bu 8-lər arasında ən belə Maraqlı oyun, belə də əsl belə keyfiyyətli oyun, belə necə deyirlər, yağlı, belə duzlu belə oyun olacaq. Barcelona Newcastle. Qatılıram. Keçən dəfə biz səninlə danışanda yadındadır. Mən nə dedim sənə? Eddie Howe İngiltərənin ən maraqlı məşqçisidir. Həqiqətən çox belə fərqli futbol oynayır. Motivasiya baxımından, nə bilim komandanı işlətmək baxımından gördüyü həcm oyunçuların məni çox valeh eləyir həqiqətən də. Flick Barcelona'ya gələndə isə bundan öncəki məşqçiləri götürsək kim olub Barcelona. Ondan sonra Flick'in gəlməyi elə bir ki, yəni göydən düşdü də. Yəni mən gələn kimi tutuzdurdu da belə. Dəhşət. Yəni gələn elə bir rus demişkən Batyadır da Batya. Başa düşdün? Yəni gəldi bir əlinə bu qayışı götürdü, şap-şap dava işləyirsiniz. Amma sənə deyim ki, Barcelona üçün necə deyirlər, rahat bir şey olmayacaq. Yəni 100%. Yəni Newcastle döyüşəcək, necə lazımdır. Belə şey komanda. Mən bilirsən nədən qorxuram bu cütlükdə? O Barcelona'nın o mərkəz müdafiəçilərinin o yüksək ofsayt liniyasında oynamağı var ha. Orada Gordon var, orada Elanga var. Yəni bir dənə Zabros arxaya, Asmaf getdilər Kraynan vəssalam. Amma nədənsə hiss edirəm ki, düz döyüş olsa da Barcelona məncə keçəcək. Amma tutmasa, o necə edərlər də, o gəlir Real Sociedad 3-0 uduzur, belə də. Elə bir şey çönməsə, elə deyək, keçməlidir. Amma o şeyi tutsa, Newcastle aparacaq.